İmam-ı Sadiq əleyhissalam buyurur ki, namaz qılan insan qıldığı namazından 3 dənə əsas fayda aparar. Səmanın yuxarısından ta onun başına qədər Allah savabları tökər. Mələklər onu qədəmlərinin altından ta səmanın yuxarısına qədər öz qanadları ilə, nurlu qanadları ilə bürüyər və üçüncü bir nəfər nidaçı, carçı və belə deyər, buyurar ki, əyyuhəl musalli, ey namaz qılan, əgər bilsəydün sən kimi ilə münacat eləyirsən, heç vaxt istəməzdin bu əməlin qutarsın. Əgər bilsəydin sən kimin qəbulundasan, kimlə danışırsan. Adam böyük adamın qəbulunda olanda uzun uzadı saatlarla qəbulunda olub, amma elə bilir ki 5 dəqiqə gəldi keçdi bu. O qədər şirin gəlir adama. Niyə? Çünki tanıyır axı bu şəxs kimdir. Tanıyır, heç o şəxsin qəbulunda olmağı özü üçün böyük bir fəxr sayır. Buyurur, namaz qılan insan bunlara diqqət eləsə ki, kimin huzurundadır, heç vaxtı namazda tələsməz. Ona görə də namazda tələsməmək, namazı aramla qılmaq. Dayandın namaza, açın risalələri, var risalələrdə də. Zikirlər ki deyirsən, o zikirlərin axırını aşkar deyinən. Biz bəzən o qədər tez-tez deyərik ki, axır hərflərdən 1-2 dənəsini yeyərik. Buyurur, aşkar deyinən. Elhamdülillahi Rabbil aləmin, Ər-Rəhmanir-Rəhim, Malik yevmiddin. Və belə, nəinki tez-tez hərflər orada aradan gedər. O namazın qiyməti olmaz. İxlas. Amma belə olanda, tələsməyəndə, aram-aram olanda Allah buyurur ki, mən o namazı ucaldaram, o namazı yüksəldərəm. Peyğəmbərimiz ağacın altında əyləşmişdi Salmanla, Salman-ı Farsi ilə. Ağacın qurumuş budaqları, yarpaqları var idi. Peyğəmbərimiz tutdu belə, budağı silkələdi, yarpaqlar töküldü. Buyurdu, Salman, bildin niyə belə elədin? Dedi, ya Rasulallah, niyə? Dedi, istədim sənə bir dənə həqiqəti anladım. Əgər bir adam dəstəmaz ala, kamil surətdə dayana, səhih, düzgün namazın qıla, qutara, namazdan ki çıxdı, Allah onun bütün nə qədər günahları var tökər, bu qurumuş budaqlardan yarpaqlar tökülən kimi. Allah bu boyda fəziləti insana verər. Hətta hədislərdə var, buyurur ki, namazı necə qılmaq haqqında. Namazı necə qılaq? Düzdür, fiqhi cəhətdən bilirik namazı necə qılmaq lazımdır. Qaydalarını bilirik. Hansı əməllər batil eləyir, onu da bilirik. Amma hədislərdə namazın mənəvi tərəfi bizə açılıb ki, namazı qılanda necə qıl? Hədis buyurur ki, namazı qılanda elə qılcınan, elə bil ki, namazla vidalaşırsan. Əziz girami bir adamınla, yoldaşınla vidalaşanda necə vidalaşarsan? İstəməzsən ayrılasan. Buyurun, namazı qılanda elə bil ki, bir daha sən namaz qılmayacaqsan. Axırıncı namazındır ki, bundan sonra namaz qılmayacaqsan. Hədis buyurur, salli salatə müvəddi'. Vidalaş namazla namaz qılanda, o cür qılcına. O cür qılanda adam istəməz namazdan ayrılsın. Ariflərdən birindən soruşdular ki, sənin namazın necədir, namazın haqqında bizə danış. Çox gözəl bir kəlam buyurur. Arif buyurur ki, namaz vaxtı çatanda mən gəlirəm dəstəmaz alıram. Səhih, düzgün, kamil surətdə. Namaz vaxtı çatdı, otururam o ibadət etdiyim, namaz qılacağım yerdə. Çatan kimi başlamıram, biraz otururam. Ta bədən üzvlərim rahatlaşsın, aram olsun. Biraz keçir, dururam namaza. Allahu Əkbər, elə ki girdim namaza, Kəbəni 2 qaşımın ortasında görürəm. Kəbəni 2 qaşımın ortasında görürəm. Cəhənnəmdən cənnətə keçən Sirat körpüsünü də ayaqlarımın altında hiss eləyirəm. O yerdə ki dayanmışam, namaz qılanda. Sanki Sirat körpüsündə dayanmışam, o cür hiss eləyirəm özümü. Cənnəti sağ tərəfimdə görürəm, cəhənnəmi sol tərəfimdə. Elə təsəvvür eləyirəm, ölüm mələyi Cənab-ı Əzrail dayanıb mənim arxamda, elə namazımı qutarcağım mənim canımı yalacaq. Elə fikirləşirəm ki, bu namaz mənim axırıncı namazımdır. Da ya cənnət ya cəhənnəm. Da bir halda ki özümü bu cür hiss eləyirəm, arxamda ölüm mələyi dayanıb, özümü Sirat körpüsündə, cənnəti sağımda, cəhənnəmi solumda elə namaz qılıram ki, sanki axırıncı namazımdır da bir daha qılmayacam. Bu namaz mənim taleyimi həll eləyəcək. Mən namaza dayananda bax bu cür namazı hiss eləyirəm. Qorxu ilə ümid arasında qalmışam, ümid eləyirəm cənnətə getməyə, qorxuram cəhənnəmdən. Görəsən bu axırıncı qıldığım namaz məni hara aparacaq? Ümidlə qorxu arasında qalmışam və beləcə namazımı qılıb qutarıram. Amma sözün qəribəliyi bilirsiniz hardadır? Ardıcan həmin Arif buyurur ki, bu haldan namazımı qılıb qutarandan sonra
heç dəqiq bilmirəm ki, bu namazım qəbul oldu yoxsa yox. İrfana buna görə çatıblar. Bizə bu namazın yarısı qədər hal gəlsə, 100% bileti qatlayıb qoyacağıq cibimizə, qutardı. Elə aparsa bu namazla getdim cənnətə. Bu namaz 100% qəbuldur. Amma bu o cür namaz qılır, ümidi yoxdur ki, qəbuldur yoxsa yox. Buyurur, insana cənnəti versələr, bax bu cür aramla qıldığı namaza verərlər. Tez-tez qılınan namaza cənnət verməzlər ki. Hədisdə var, İmam-ı Səccad əleyhissalam Peyğəmbər məscidində idi. Allah qismət eləsin hamısına. Mədinə şəhərində Peyğəmbərimizin məscidində gördü bir ərəb gəldi, keçdi, dayandı, möhrü qoydu, başladı Allahu Əkbər namaz qıldı. Amma baxdı, gördü, vay bu necə tez-tez namaz qılır. Tez-tez namazın qıldı, qutardı. Əllərini açdı Allaha. Dedi, ilahi pərverdigara, cənnətin ən uca yerində mənə bir yer ver. Cənnətin hurilərinin də ən gözəlin mənim xidmətimdə qoy, mənə qulluq eləsinlər. İmam-ı Səccad ağa baxdı kənardan, gözəl bir söz buyurdu. Buyurdu, bu şəxs az mehriyyə ilə bahalı izdivac istədi. Şahın qızını almağa, elə 10 manatla gedginən ki, gəlmişəm sənin qızını almağa. O qızıl gümüşlər sayacaq ki, bəlkə də heç o qızıl gümüşdən ancaq özündə var. Deyəcək, get bunu gətir, ondan sonra mən verim sənə qızımı. Buyurur, bu az əməllə, az mehriyyə ilə bahalı izdivac istədi. Bu mümkün olan bir şey deyil. Hədisdə var, Peyğəmbər buyurur ki, bir nəfəri gördü. O bir nəfər gəldi namaza dayananda başladı tez-tez namaz qılmağa. Səcdiyə getmək həmən var, elə namaz qılanlar var. Səcdiyə getmək həmən o dəqiqə qalxır. Heç çatdırmır ha. Səcdiyə getdi, o dəqiqədə qalxır. Peyğəmbər baxdı, gördü ki, bu cür namaz qılır. Bilirsiniz nə buyurdu? Buyurdu, bu qarğa kimi yeri dimdikləyir. Gör namazı nə gündədir ki, Peyğəmbər apardı namazın bənzətdi qarğıya. Buyurdu, bu adam indi bu vəziyyətdə bu namazla ölsə, mənim dinimdən kənar bir dinlə ölüb. O müsəlman kimi ölməyib. Yəni, namazın fəzilətin artırar. Bu əməl ki, insan önəmli yanaşa, əhəmiyyətli yanaşa, yavaş-yavaş aramla qıla. Bəzən bizim namazımız tez-tez olur, bilirsiniz niyə görə? Ona görə ki, biz namazımızı boynumuzda yük kimi hesab edirik. Bircə çatdırım, qılım, qutarım, azad olum. Ona görə başlayırıq tez-tez qılmağa. Yükdür axı. Yükü insan həmişə istəyər ki, tez çatdırsın mənzil başına. Amma övliyalar namazı yük kimi hiss eləməyiblər. Onlar namazı sanki bir ləzzətli yemək yiyər insan doymaz, namazı o cür hiss eləyiblər. Nədən hiss eləyiblər o cür? Namazı aram-aram qılmaqla. O qədər özlərini məcbur eləyiblər davamlı şəkildə. Bir də onda görürsən bir müddətdən sonra Allah namazdakı şirinlik qapılarını açdı. Artıq insan namazın dadın tamını hiss eləyir. Şirinliyin hiss eləyir. Ariflərin birinin həyatında mən görmüşəm, böyük həm də müştəhid olub, buyurur çöldə qar yağanda, qarlı havada bu namaz qıldı. O qədər qaldı rükuda ki, qar oturdu bunun belinə. İndi biz o cür namaz qıla bilmərik, amma bunu eləyə bilərik ki, tələsməyək, asta-asta qılaq, aramla qılaq. Boynumuzda yük də hiss eləmiş olsaq, amma mübarizəmiz olsun namaza aramla qılaq. Bəlkə də çoxları elə orucu da bu cür tuturlar ha. Orucu tutanlar, bəzi oruç tutanlar orucu yük kimi hesab eləyirlər, kəffarəsindən qorxurlar. Bəzilərinin sual verməsindən də adam hiss eləyir. Kəffarə gəlməyəcək ki boynuma. Deyirəm ki, yox. Sanki kəffarədən qorxur oruç tutur. Kimdir 60 gün oruç tutan? Bu elə bir günü oruç tutum, qutarsın, çıxsın, geçsin. Boynunda yük kimi hesab eləyir deyənə iftar vaxtım fikirləşir. Gözü qalıb saatda. Mən elə özümdən danışıram ha, qıraqdan danışmıram. O qədər güc insan ləzzət almır bundan. Sanki yükləyiblər bunu da bir təhər mən 10-a qalmış 20 dəqiqə bir çatsaydı iftarımı eləyərdim, təhvil verərdim orucumu. Amma adam var, hardan gəldi, Ramazan çıxanda darıxır, oruc qutaranda darıxır. Adam var ki, ibadətdən çıxanda deyir, nə tez qutardı bu? Üveysi Qərəni Peyğəmbərimizin sahabəsi idi. Gecə gəlirdi, deyirdi, Hâzihilleylə leylətür rükû, bu gecə mənim rükû gecəmdir. Hâzihilleylə leylətüs sücud, bu gecə mənim səcdə gecəmdir. Səhərə qədər rükûda və yaxud səcdədə qalardı, səhər açılanda bu kəlməni deyərdi. Səhər nə tez açıldı, nə tez oldu səhər. Gör, nə qədər qalıb, o ləzzətin dadır, doymur və ağırlığın, yükün də hiss eləmir. Ona görə də
bizim səviyyəmizdə olan insanlar üçün vəzifə budur ki, biz bu hala çata bilmərik. Üveysi qərəniyə, o qış vaxtı qarın altında namaz qılanın rükusuna biz çata bilmərik. Çatarıq ha, amma bunlara riayət eləsək. Elə tez-tez namaz qıl, sonra da gəl sual verginən ki, hacı, neyniyim ki, fikrim namazda o yan bir yana getməsin? Neyniyim ki, fikrim, diqqətim namazda olsun? Neyniyim ki, o insanlar kimi namaz qılım? Deyirəm ki, hələ tezdir, qardaş, bizi üçün vallah tezdir. Biz elə gəl namazımızı aramla qılaq, sözləri, zikirləri yerli yerində deyək, tələsməyək, bu bizə kifayətdir.